Quba vlogumdan herkese salam. Burada alnımda tük var imiş, açıqdan görməmişəm. 2 günlük Bakıdan qaçıb həm kənd havasalaq, həm də bayramı qeyd eləyək dedik, gəldik Qubaya. Getdiyimiz məkanları siz də yadınızda saxlayın ki, gedərkən sizə də fikir olsun. Biz ilk gün Ayno Forest Otelin restoranına gəldik. Həyətinin girişində Novruzla əlaqəli bəzənmiş bu səməni ilə o yana bu yana əyilib belə pozlar verirəm, bilmirəm niyə. Bacım isə sağ olsun, kalyeskada bebəsinin atasını atıb qaçır şəkil çəkdirməyə. Bizi qınamayın, Bakıdan rayona gələndə adama çox şey fərqli gəlir. Qarnın hələ də qaldığını görüb şəkil falan çəkdiririk. Ardınca çöldə açıq havada əyləşib belə ləzzətli qutaplarımızı yeyirik. Bəbəmizin də keyfi yerində maşallah. İstətirli çayımızı da içirik. Sonra mən biraz gəzim, hava alım, video falan çəkim deyirəm, amma burada cibimi tapa bilmirəm. Nəysə, axşam olur biz keçirik içəri restorana. Burada canlı musiqi var idi, çünki bizim gəldiyimiz gün 8 martda təsadüf eləyirdi. Qəşəng, əylənirik, yeməklər də öz yerində, hamısı dadlı. Bir sözlə bu restorandakı günümüz belə qəşəng keçir. Axşam qonaq qaldığımız evdə də 8 Martı qeyd etməyə davam edirik. Səhər isə belə gözəl çay süfrəsi ilə açırıq, sonra yollanırıq buradakı digər qohumlara baş çəkməyə. Əsil kənd abu havası, malqara, toyuq cücə hinduşka, sobalı ev, isti söhbətlər və çay süfrəsində bişmişkən bizə nostaljik hisslər yaşadır. Axşam olur üst tuturuq Qubada başqa gözəl bir ailəvi məkana. Bura hamımızın o qədər çox xoşuna gəlmişdi ki, istər məkan, yeməklər, çay süfrəsi, servis. Bura haqda ayrıca video paylaşacağım. Buna görə gözünüz səhifədə olsun. Ətraflı məlumat paylaşmağa çalışdım gəzdiyim məkanlardan. Buna görə videomu bəyənsəz çox sevinərəm. Başqa belə gözəl bölgə videolarımız üçün isə kanalıma abunə olmağı unutmayın. Hələlik.